Herkese salam. Bugünkü vlog kənd vlogu olacaq. Biz ailəliklə kəndə gedirik. Bu kənddə mən uşaqlığımı keçirmişəm və mənim ən çox sevdiyim yerdir. İndi də böyüyəndə buradan özümüzə də yer almışıq və burada ev tikirik. Uzaq yol getməyi çox sevirəm. Uşaqlıqdan çox sevirəm. Ən çoxu da axşam sevirəm mən. Qaranlıq olanda və hər yerdə işıqlar yananda. Və musiqi dinləməyi xoşlayıram yolda gedərkən və uşaqlarım da həmçinin. Arada da biz maşında karaoke oxuyuruq. Qış tezə bitsə də, amma təbiət yenə də çox gözəldir. Məncə hər fəslin öz gözəlliyi var. Yedim səsəmlə sülaf, na diskotəku. Gəlib çatan kimi heç evə girməmiş biz biraz bazarlıq etmək istədik ki, gələn kimi oturaq, biraz dincələk. Yolda çox yaxşı gəlsəydi, amma yol yorğunluğu yenə də olur. Veriyorum. Nəhayət gəlib çatdıq evə və aldıqlarımızı da gətirdik. Ev biraz köhnədir, çünki bura babamdan qalan evdir və o vaxtdan demək olar ki, heç nə dəyişilməyib və ona görə də biraz dağınıq və köhnə görünər. Amma mən çox sevirəm, çünki onların aurası, o uşaqlığı xatırladan gözəlliklər, xatirələr hamısı burada qalıb. Da. Burada isə biz gedirik mənim bacımın qızı ilə. Gedirik maşındakı gətirdiklərimizi çıxardırıq. Hamısını evə aparırıq. Bu eğləncə də mənim uşaq xatirəmdir. Daha doğrusu desək, bunu mənim bacım üçün mənim atam düzəltmişdi. Biz Bakıda qalanda balkonda bu yerləncəyi düzəltmişdi və orada yerlənirdik. Amma sonradan bunu gətirdik kəndə və bütün uşaqlığımı demək olar ki, burada yerlənmişik. İndiyəcən, indi də bizim uşaqlarımız. Burada isə biz kartoşkanı qoyuruq qaynamağa. Çox fikirləşdik ki, nə bişirək ki, tez bişsin. Çünki bundan sonra biz hələ getməliydik bağımıza baxmağa və fikirləşdik ki, tez soyutma kartoşkası bişər və balıq da aldıq mağazindən və belə bir yemək düşündük. Və ən çox da kənd yerində mənim təbiətin səsləri xoşuma gəlir. Məsəl üçün, xoruz səsi eşidirik, hansısa inək səsi eşidirik, külək ağacları tərpətəndə ağacların səsini eşidirik və bu mənim üçün çox bir belə rahatlıq gətirir, gözəllik verir. İndi isə aldıqlarımızı istəyirik bu qablara qoyaq. Biz simiçka almışdıq, həm qara, həm də ağ və fıstıq almışdıq. Və bunları hamısını indi qoyacaq belə qablara ki, kim nə istəyir ondan götürüb yeyə bilsin. Və bunu da qoyuruq ki, çay süfrəsi üçün. Çayımız da dəmlənib, indi başlayacağıq çay içməyə. Uzaq yol belə gələndə, sonra oturub belə çay içəndə çox ləzzətli olur. На черный день. Точно на
Buradaysa biz hər şeyi yemişik. Gördüyünüz kimi dökmüşük. Bu da mənim balacam. O da gəlib oturub bizlə çay içmək istəyir iki kişi kimi. Çay тоже пей. Гаятина, там мамина. Ты гаятина Bu da biz çay içənəcən bizim soyutma kartoşkamız hazırdır. Ona görə bunu seçmişdik ki, bilirdik ki, tez bişəcək. Və qaldı bunu soymaq və qəşəngcənə balıqla yemək. Sizi bilmirəm necə, amma mən bütün balıq növlərini və bütün cür balıqları xoşlayıram. Bu qızardılmış olsa da, bu duxovkada belə ya da ki, kapçoni balıq hər cürünü xoşlayıram. Ona görə mənə çox ləzzət eləyir belə yemək. Конечно. Günorta yeməyimiz belə bitdi, amma bildiyimiz kimi hələ də axşam da var. Ona görə axşam üçün biz biraz makaron bişirdik. Düşünürük ki, makaron bişirək, çünki uşaq nəsə yeməlidir. O biz yeyən hər şeyi yemir. Ona görə fikirləşdik ki, o yeməli bir şey də olsun. Ona görə düşündük ki, makaron olsun və nəsə ürəyimizə manqalda bir şey düşdü. Gecə olduğundan gedib ət almağa imkan olmadı və çox az müddətdə gəlmişik yenə kəndə. Sabahki günümüzü gözləyə bilmədik, çünki sabah gedəcəyik. Ona görə düşündük ki, heç olmasa toyuqdan biraz bişirək. Gördüyünüz kimi qaranlıq düşüb və manqalı qaranlıqda yandırmışıq. Qaranlıqda bunları eləyirik. Amma manqalda bişən bir şey kənd yerində çox dadlı olur. Bir də biz samavarda qaynadacağıq. Samavar çayının öz ləzzəti var. Nə qədər içsən də doymaq olmur. Ona görə hər dəfə kəndə gələndə mütləq samavar qaynadırıq və samavar çayını içirik. Подожди. Жду. Курица на шпагата. Отсутствует что. Так остается, да? Угу. Жалко, что здесь нет Каких-то приправочек. Почему нет? Buraları biraz резать. Çok bıçak. И дал курицу же еще. Амбарок нет. Toyuğumuz demək olar ki, bişib və samavarımız da qaynadı və indi çay dəmləyəcəyik. Видела уже. А что? Мамина? Это что? Это перуана? То, что перуана. İlk samavar çaylarımız süzülür və bu soyuq havada çox gözəl içilir.
Bu isə bizim sahəmizdir. Burada isə biz özümüzə ev tikməyə qərarına gəlmişik və gördüyümüz kimi hələ ki ancaq zaboru tikmişik və ağaclar çox gözəl görünür. Burada isə balaca bir kuxnya mı deyim, belə bir balaca yer tikiləcək. Bu isə bizim sahəmizin tən ortasıdır. Burada isə bir gözəl ev olacaq inşallah gələcəkdə bizim düşündüyümüz kimi. Amma hələ kimi gördüyümüz kimi burada heç nə yoxdur. Bu isə fındıq ağacıdır və bu ağacdan biz biraz götürüb istəyirik onları da əkək çəpərin qırağında. Hal-hazırda burada ustalar işləyir və evin razmerlərini götürürlər ki, orada fundament düzəltsinlər. Bu isə biz ağac əkirik, fındıq ağacını, çəpər boyunca fındıq ağacı əkmək istəyirik. Əslində bağımızda fındıq ağaclar çoxdur, amma ortalığından çıxartmışıq, çünki orada ev olacaq və ev qoyulan yerdə olan ağacları biz çıxartmışdıq və onlardan istəyirik ki, bəzilərini tezdən əkək. Çünki fındıq məncə heç bir zaman çox olmaz və fındıq ağacı elə ağacdır ki, o çox belə qayğı istəmir. Sadəcə olaraq vaxtında əkəndə və vaxt-vaxtında sulayanda öz-özünə bitir və dəyir. Bu da bizim balaca köməkçimiz. Hər şeydə bizə kömək eləyir. Hal-hazırda da ağacı əkməyə o kömək eləyir bizə. Gördüyünüz kimi öz balaca əlləri ilə ağacı qoyur ki, onu biz orada əkək və ayağı ilə də belə kömək eləmək istəyir ki, ağac orada dayansın. Məncə bu ağacdan dərdiyi hər fındıq çox dadlı olacaq. Və böyüdükdə bu videonu göstərəndə məncə o özündən çox razı olacaq və çox özünə diqqətlə baxacaq və sevinəcək. Посадить дерево. Теперь осталось построить дом и родить сына. Все. Мама. Нет, вы мне делали. Эмили, ура, Эмили, ура. Жигук, мы им пыта. Инши пыта, Жигук. Не видно. Ладно. Что мне делать? Аны. Yavaş. Давай. Ага, на герой. Смотри, мамина. Не могу. Пик. Ты yerden kaçma. Sertaç. İşte bor lazım ya, yargı bor. Ama çaçat fiyas fiyas kuda tekil bu tkhan içine bor. Narmina qısa qalama xacı Fiyas vaxt fiyas idi. kuda bor içine. Dalça. Ну лап сервиз olmuş. Давай маминочка. Bayramlamayət. Lan не ломай, не ломай. Делай. Rica Beləliklə belə çəpər boyu biz ağacları əkdik və sonradan Bakıya qayıtdıq. Siz isə abunə olmağı unutmayın. Hər kəsə çox sağ olun.